Deməli, sizə müxtəsər vurmaya aid maraqlı misalların həlli ilə tanış edəcəm. İlk əvvəl mənə verilib A + B bərabərdir 7, A vur B hasili isə 4 qəbul olunub. Məndən istəyir ki, A kvadratı + B kvadratını hesablayım. İlk əvvəl A + B, B-nin mörtəzə kvadratını tapacam. Bu, bildiyimiz kimi cəmin kvadratıdır. Birincinin kvadratı + birinci ilə ikincinin hasilinin 2 misli + ikincinin kvadratı. A + B-ni nə verib mənə? Şərtdə verib ki, A + B-ni 7 qəbul elə. Bəli, A + B-ni harada görsəm, mörtəzə içərisində 7 yazacam. Onun kvadratı bərabərdir. A kvadratı + 2 vurulsun. A vur B hasilini isə 4 qəbul eləməyimi istəyir. Şərtə uyğun hərəkət edirəm. A vur B-ni harada görsəm, yerinə 4 yazıram. + B-nin kvadratı yazırıq. Deməli, buradan eləyəcəm. 7-nin kvadratı bilirəm ki, 49 bərabərdir. A kvadratı + 8 + B-nin kvadratı. Deməli, burada dəyişənləri bir tərəfə, sərbəstləri bir tərəfə yığıram. A kvadratı + B kvadratını burada saxlayıram. 8-i isə bərabərliyin sol tərəfinə keçirirəm. Bərabərliyin sol tərəfinə keçirəndə avtomatik onun işarəsi dəyişəcək. Olacaq -8. Davam edirəm. Deməli, A kvadratı + B kvadratı 49-dan 8 çıxanda mən 41 aldım. Yəni, A kvadratı + B kvadratının cavabı oldu 41. Bir də ki, bizdən bunun kublar cəmini istəyə bilər. Kublar cəmini gəlin yazaq bərabər. İndi kvadratlar cəmi verildi. Bunun kublar cəmini də yazaq. Deməli, tutaq ki, bizə verilib ki, A kubu + B kubunu hesabla. Düsturu açıram. A + B vurulsun. Birincinin kvadratı çıxılsın birinci ilə ikincinin hasili + ikincinin kvadratı. A kubu + B kubu bərabərdir. A + B-nin yerinə 7 yazacağım. 7 vurulsun. A kvadratı minus AB-nin yerinə yazacağım 4. Məsələnin şərtində A + B-ni 7, A vur B-ni isə 4 qəbul elə deyir. Bəli, qəbul edirəm. Deməli, burada A kubu + B kubu 7 vurulsun. A kvadratı + B kvadratı çıxılsın 4 aldıq. Mən əvvəlki misalda A kvadratı + B kvadratını 41 almışdım uşaqlar. Biraz əvvəl hesabladığım misalda, həll elədiyim misalda A kvadratı + B kvadratını 41 almışdım. Deməli, burada A kubu + B kubu bərabərdir. 7 vurulsun. Burada A kvadratı + B kvadratının yerinə əvvəlki misalda həll elədiyim cavabı yazıram. 41 çıxılsın 4. 7 vurulsun. 41-dən 4 çıxdıqda 37 alınır. 37-ni vuracam 7-yə. 7 vur 7, 49, 4 yadda. 7 vur 3, 21, 21-in üzərinə 4 gələndə 25, 256 aldım cavabı. Bu da belə uşaqlar. Nə başa düşməsəz, kommentlərdə qeyd edə bilərsiniz.